Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz Time nəşrindəki ən sonuncu mövzu şagird davranışının idarə olunmasıdır. Bu nəzəriyyə 2026-cı ilə nəzər yetirsəz, görəcəksiniz ki, Albert Bandura'nın, yəni sosial öyrənmə nəzəriyyəsi ayrı bir mövzu kimi, digərlərini isə bir dərsin içində elə şagird davranışının idarə olunması başlığı altında verir. Mən isə sizə onları ayrı-ayrı öyrənmək yerinə elə bir yerdə 2024-cü ilin nəşrindəki kimi bir yerdə öyrənib testlərini də bir yerdə işləməyinizi tövsiyə edərdim. Ona görə də elə burada sırf bu nəşr üzərindən mən sizə izah edəcəm. 2026-cı ildə hər hansısa bir dəyişikliklər olursa, onun PDF-ini mən mütləq şəkildə sizə göndərirəm. Həmin PDF üzərindən mən sizə izah edirəm. Yəni ki, 2024-cü nəşrindən 2026-cı ilin nəşrində çox az dəyişikliklər var bəzi mövzularda. Hətta 2026 biraz söz yığınağı olduğu üçün daha çox orada yəni qarışdırılan cümlələr çoxdur da. Ona görə sizə əsas vacib olan məqamların hər birini mən onsuz da bütün PDF-də və dərsdə deyirəm. Şagird davranışının idarə olunmasında ən birinci burada bir neçə nəzəriyyə var. Sosial öyrənmədir, davranış nəzəriyyəsidir, behaviorizmdir, seçimdir, stimula cavab nəzəriyyəsidir. Bir neçə nəzəriyyə var. Gəlin birinci sosial öyrənmə nəzəriyyəsindən başlayaq. Sosial öyrənmə nəzəriyyəsi, sosial mühit, yəni bizim burada ətrafımızdakiləri müşahidə etməyimiz nəticəsində öyrənir. Yəni, sosial öyrənmə nəzəriyyəsində müşahidə əsaslı öyrənmədə deyirik biz. Bu, Albert Bandura tərəfindən təqdim olunub və müşahidə əsaslı öyrənmə bilirsiniz də, yəqin ki, nədir? Biz burada qarşımızdakı insanları müşahidə edirik və müşahidə etdiyimiz davranışları özümüzdə sərgiləyirik. Hətta biz belə bir fikir deyirik ki, hər zaman uşaq ailənin güzgüsüdür. Yəni, uşaq ailədə nəyi görürsə, uşaq ailədə nəyə fikir verirsə, ailədə nəyi götürürsə, real həyatda da, məktəbdə də gəlib həmin davranışları sərgiləyir, həmin davranışları göstərir və həmin sözləri danışır. Elə müşahidə əsaslı öyrənmədə sırf bunun kimidir ki, biz başqalarını müşahidə edərək, ya müəllimimizi müşahidə edərək və yaxud da özümüzə bir kimisə ideal seçirik, həmin o idealı müşahidə edərək onun davranışlarını özümüzdə sərgiləməyə başlayırıq. Ümumiyyətlə, yəni təqlid etmək deməkdir. Biz qarşımızdakı insanları təqlid edirik. Baxın, burada görürük ki, ata ananın üzərinə qışqırır, ana oğlun üzərinə qışqırır, oğul da kuklasının üstünə qışqırır və görürük ki, bunlar hamısı bir-biri ilə, necə deyək, birinci ana baxır, daha sonra ata ananın üstünə qışqırır, uşaq görür ki, ata ananın üzərinə qışqırır, bu da anasına qışqıra bilmir, gedir ayının üstünə qışqırır, oyuncağının üstünə qışqırır. Yəni, bu hamısı müşahidə əsaslı öyrənmədir ki, nəyi görürüksə onu biz başlayırıq davranışımızda göstərməyə. Ümumiyyətlə, burada da eyni tərzdə. Baxın, burada Bobodol kuklası var. Bobodol kuklası necə olan bir eksperimentdir? Bir dəfə bir az yaşlı uşağı Bobodol kuklası olan otağa qoyurlar və həmin o uşaq başlayır kukla ilə oynamağa. Lakin sonra həmin uşağın gözünün qarşısına böyük yaşlı uşaqları gətirirlər və böyük yaşlı uşaqlar o kuklanı vurmağa başlayırlar. Bobodol kuklası da elədir ki, vurduqca adama qayıdır. Yəni vuranda geri qayıdır. Və uşaq da onu müşahidə edir ki, böyük uşaqlar onunla oynamaq əvəzinə onu vururlar. Və növbəti 3-cü dəfə artıq digər uşaqları çıxardandan sonra otaqdan həmin uşaq artıq o kukla ilə oynamaq əvəzinə yenə böyük uşaqlar kimi başlayır onu vurmağa. Yəni, müşahidə əsaslı öyrənmədir. Əsasını bu təşkil edir. Burada 3 dənə model var. Canlı model, simvolik model və sözlü təlimat modeli. Canlı model odur ki, biz hər hansı bir insanı, müəllimimizi, qardaşımızı, bacımızı, ailəmizdə, yəni atamızı, anamızı müşahidə edərək öz davranışlarımıza yansıdırıq. Simvolik model filmlər, televiziya, YouTube-dan baxmağımızdır, hardansa baxıb görürük. Sözlü təlimat modeli isə kimisə deməyi ilə, kimisə bizə təlimatlandırıb, biz də onun icra etməyimiz olur. Burada da görürsünüz ki, qız öz anası kimi ayaqqabılarını falan geyinib, paltarlarını geyinib. Deməli, burada 4 əsas məqam var. Diqqət, saxlama, reproduksiya və motivasiya. Deməli, diqqət belədir ki, biz gördüklərimizi, müşahidə etdiklərimizə diqqət etməliyik. Diqqət etdiklərimizi yadımızda saxlamalıyıq və yadımızda saxladıqlarımızı üzrünü sayın, reproduksiya, yəni tətbiq etməliyik və tətbiq etdikdən sonra da motivasiya var ki, əgər bizim tətbiq etdiyimiz, o müşahidə etdiyimizi tətbiq etdiyimizdə buna görə bizə motivasiya olaraq kimsə bizə yaxşı elədiyimizi deyirsə, tərifləyirsə bizi, yəni gördüyümüz işi, biz onda o davranışı başlayacaq tez-tez təkrarlamağa. Amma yox, kimsə bizə o göstərdiyimiz davranışa görə cəzalandırırsa, bunun artıq sayı azalacaq. Sonra gəlir operant şərtlənmə nəzəriyyəsi. Bunun deməli
nümayəndələri çoxdur və əsas burada nəyə baxırıq biz? Bu behaviorizm, yəni operant şərtlənmədə baxın, görürük ki, mükafatlandırma var, cəzalandırma var. Bax, iki dənə anlayış var burada. Mükafatlandırma odur ki, atası məsələn burada indi uşağa deyib ki, qızın yanında bir neçə kitab var. Atası yəqin ki, uşağa deyib ki, sən bu kitabları oxusan qızına, bu bir kitabları oxuyub bitirdikdən sonra sənə hədiyyə verəcəm. Və uşaq da kitabları oxuyub qutarıb, artıq atası ona hədiyyəni alıb, yəni mükafat verir də ona. Burada isə uşaq yemək yemədiyinə görə, qızı yemək yemədiyinə görə, anası ondan telefonu alır. Çünki başı qarışıb telefonu, yeməyini yemir. Deməli, bu nəzəriyyənin əsasında stimullaşdırma, yəni mükafatlandırma və cəzalandırma dayanır. Ən diqqət olunacağımız mövzu budur. Ən diqqət edəcəyimiz mövzu budur ki, burada biraz müəllimlər qarışdırırlar. Nəyə görə? Çünki negativ deyəndə elə bilirlər pis, düz negativ pis deyə, amma ki, negativ deyəndə elə bilirlər ki, şagirdə cəza vermirik də biz. Amma ki, negativdə də şagirdə cəza verilir, pozitivdə isə mükafat verilir. Yenə burada da pozitivdə şagirdə biz nə isə əlavə edirik, negativdə isə şagirddən nə isə alırıq və bu belə elə bil ki, üfüqi xəttlə bölünmür, şaquli xəttlə bölünür. Yəni uşağın göstərdiyi davranışa görə, əgər uşaq arzu olunan davranış göstəribsə, bu gücləndiricidir. Yəni arzu olunan davranış nədir? Biz istəyirik ki, yaxşı bir davranışda bu gücləndirici olur. Amma uşaq mənfi bir davranış sərgilibsə, arzu olunmayan davranış sərgilibsə, bu cəzalandırmadır. Yəni pozitivlə neqativlə qarışdırmayın. Hər ikisində pozitiv, neqativ var. Baxın müəllimlər, arzu olunan davranışı şagird göstəribsə bizə, yəni tutaq ki, nə deyək, tapşırıqların hamısı elə burada da, gəlin buradakı nümunələr üzərindən baxaq. Deyir, tapşırıqları məsuliyyətlə yerinə yetirən şagirdi tərifləmək. Tərifləmək, yəni onun gördüyü işi tərifləməkdir. Ona nə isə əlavə edirik. Yəni arzu olunan davranışa nə isə əlavə edirik. Arzu olunan davranışa görə şagirdin valideyninə pozitiv məzmunlu mesaj, yenə də şagirdə nə isə əlavə etmişik. Şagird uğur qazandıqda ona kiçik hədiyyə vermək, yenə də uşağa nə isə əlavə etmişik. Amma neqativ gücləndiriciyə baxın, tapşırıqları vaxtı-vaxtında yerinə yetirən şagirdə əlavə tapşırıq vermirik, artıq olunan tapşırıqları alırıq. Arzu olunan bir davranışı sərgiləyən şəkildə sevmədiyi tədbirə azad edirik, deyirik, sən getməsən də olar. İl ərzində akademik nailiyyəti yüksək olan şagirdə deyir ki, yay tapşırıqlarını sən icra etməyəcəksən. Yəni, başlayırıq ondan nə isə almağa bu, yaxşı davranış sərgiləyib deyə. Amma bu da uşağı özünə arxain eləyir də. Uşağın bildiklərini də, məsələn, tam oturub yay tapşırığı eləyəndə bu eləməyəcək. Elə bil ki, biraz arxainlik yaranır uşaqda. Sonra gəlir pozitiv cəzalandırma, negativ cəzalandırma. Burada isə uşaq arzu olunmayan davranış sərgiləyir. Arzu olunmayan olanda ona nə isə əlavə edirik. Məsələn, sinif qaydalarına əməl etməyibsə, dərsdən söz saxlamışıq, sinif qaydalarını oxutdurmuşuq. Və yaxud da ev tapşırığını vaxtını təhvil vermədikdə sinifdə saxlayıb ev tapşırığını edirik. Nə isə əlavə edirik ona. Və yaxud da valideyn davamlı şəkildə gecikirsə, valideyni zəngilik, yenə nə isə əlavə edirik. Amma negativ cəzalandırmada uşağın əlindən nə isə alırıq. Məsələn, bayaq ana telefonu alır da uşağın əlindən. Bax, o negativ cəzalandırma idi. Tapşırıqları vaxtı-vaxtında yerinə yetirmirsə, sosial tədbirə cəlb etmirik və yaxud da hamını gəzməyə aparırıq, ekskursiya aparırıq, o uşağı aparmırıq. Hamının tənəffüsə çıxmasına icazə veririk, onun tənəffüsə çıxmasına icazə vermirik. Yəni, biz uşaqdan nə isə alırıq. Bu da negativ cəzalandırma adlanır. Yəni, bunun müsbət və mənfi olmasını pozitiv negativlə qarışdırmayın. Gücləndirici və cəzalandırma ilə öyrənəcəksiniz. Sonra var seçim nəzəriyyəsi. Seçim nəzəriyyəsinin əsas 5 dənə tərkib hissəsi var. Sağ qalma, sevgi və mənsubiyyət, güc, azadlıq və əyləncə. Sağ qalma ehtiyacı odur ki, şagird burada yeməyinin olması, içməyin olması, evinin olması, geyiminin olması nəzərdə tutulur. Sevgi və mənsubiyyət isə bizim hər bir şagirdi sevməyimiz, hər bir şagirdə sevgi ilə yanaşmağımızdır. Güc odur ki, şagirdə biz burada hansı ki fiziki güc yox, vurmaq, döymək yox, şagirdə daxili güc vermək lazımdır. İradəsinin güclü olmasına şərait yaratmaq lazımdır. Azadlıq budur ki, şagird burada müəllimlərin ən çox, valideynlərin ən çox yanlış elədiyi, ən qarışdırdığımız məqam, bizim kurikulumdakı ən böyük problemimiz olan azadlıq anlayışı. Uşaqlara azadlıq imkanı vermək deyəndə elə bilirlər ki, uşaq çıxıb oturacaq partanın üstündə, müəllim ona heç bir söz deyə bilməz. Amma yanlışdır. Biz uşağa yalnız və yalnız söz və fikir azadlığı veririk. Əyləncə isə uşağın əylənmə qabiliyyətinin olması, yəni onu ancaq akademik nailiyyətinin gücləndirilməsinə yox, yeri gələrsə onların istek və maraqlarını nəzərə alaraq oyun əsaslı oyunlaşdırmadan istifadə etməliyik. Sonra var müəllimlər, əməkdaşlıq və proaktiv həllər. Burada əsas bu Dr. Greenin nəzəriyyəsidir.
Burada əsas iki yanaşma var. Biz deyirik ki, şagird davranışında müxtəlif problemlər yaranır və bu problemlərin də bir neçə səbəbi var. İki əsas səbəbi var daha doğrusu. Birincisi, tələb olunan bacarıqlar lazımi səviyyədə deyil. İkincisi isə həll edilməmiş problemlər var. Tələb olunan bacarıqlar lazımi səviyyədə deyil o deməkdir ki, yəni bizim şagirddən istədiyimiz bacarıqlar hələ lazımi səviyyədə deyil. Uşaq onu bacarmır, öyrədilməyib ona. Həll edilməmiş problemlər isə deməli, hər hansısa bir davranışında nə vaxtsa problem yaranır və biz o problemi həll etməmişik də, indi yenə də davamlı şəkildə həmin problemlər təkrarlanır. Və bunun, yəni bu yanaşmada üç əsas addım var. Empatiya qurmaq, problemi müəyyənləşdirmək və əməkdaşlıq. Empatiya qurmaq odur ki, biz şagirdin ona, necə deyək, şagirdin yəni ki, davranışına onun gözü ilə baxmalıyıq. Yəni özümüzü şagirdin yerinə qoymalıyıq. Daha sonra problemi müəyyənləşdirməliyik ki, problemin mənbəyi nədir və sonra da əməkdaşlıq edib həmin problemi həll etməyə istiqamətləndirməliyik. Tətbiqində isə dəstəkləyici mühit yaratmaq lazımdır, problemin həllinə diqqət yetirmək lazımdır və diqqətimizi cəmləşdirməliyik ki, biz o problemi düzgün şəkildə həll edə bilək. Növbəti nəzəriyyəmiz ikisi qalıb. Növbətisi gəlir sosial intizam modeli. Sosial intizam modelində biz burada deyirik ki, uşağın hər hansısa bir, bu da Rudolf Dreyekus'undur. Biz deyirik ki, uşağın pis davranışının bir neçə səbəbi var ki, bunlardan biri də sosial qrupa aid olmama hissidir. Yəni müəllimin gözündən kənarda qalan uşaq deyək də, Loro dildə müəllimin diqqətindən kənarda qalan uşaq. Baxın, səhv məqsəd var burada və həll yolları var. Birinci, uşağın səhv məqsədi diqqəti cəlb etmək üçün edə bilir. Yəni görür ki, müəllim diqqətini onda cəmləmir, müəllimin diqqəti onda deyil. Uşaq başlayır digərlərini məşğul eləməyə, digərlərini başlayır danışdırmağa ki, fikir yayılsın, müəllimin diqqəti həmin uşağa yönəlsin. Yəni o uşaq elə başa düşür ki, bu uşaqların diqqətini yayındırsa, müəllimin ona daha çox fikir yönələr də, müəllim onu daha çox necə deyək nəzərə alar. Və burada uşaq deyir, bizə demək istəyir ki, mənə diqqət yedirin, məni cəlb edin, mən də dərsə qoşulmaq istəyirəm. Və biz burada həll yollarını həmin bir anda davranışa məhəl qoymamaq lazımdır, yaxınlıqda durmaq lazımdır, qeyd götürmək lazımdır, şagirdlərə təbrik, stikerlər, təbrik mesajlar yaza bilərik valideyninə. Yəni ki, ona necə deyək, həvəsləndirmək üçün. Güc nümayiş etdirmək odur ki, uşaq nüfuz qazanmağa çalışır, başlayır digərlərini vurmağa, döyməyə ki, mən də güclüyəm, məsələn, müəllim deyir ki, bu işi burada ancaq, məsələn, deyək də, kimi deyək, məsələn, Xədicə bacarar, avtomatik digər Zeynəb qalır ki, mən niyə bacarmıram? Məsələn, bu anda artıq uşaq başlayır güc nümayiş etdirmək ki, mən də varam, mən də onu eləyə bilərəm, mən də bacarıqlıyam. Qisas almaq var. Qisas almaq uşaq burada əvəz çıxmağa çalışır ki, deyir, mənə kömək edin, incimişəm, hisslərimi qəbul edin, mən sayıldığımı hiss etmək istəyirəm. Yəni, başlayır, müəllim onu diqqətdən kənarda saxlayıb deyir, qisas almağa başlayır, başqalarını incidir, başqalarını, necə deyək, pis sözlər işlədir və yaxud da vurur. Və sonuncu çarəsizlik hissidir ki, necə deyək, qisas alır da onlardan ki, prinsipə düşür ki, müəllim onları çox istəyir, bu qalıb. Çarəsizlik hissi və imtina da o deməkdir ki, uşaq burada artıq təslim olur və düşünür ki, mən nəyinsə öhdəsindən gələ bilməyəcəm. Yəni, o uğurlu olduğunu artıq qəbul etmək istəyir ki, bunun da ən əsasında duran müəllimdir ki, müəllim heç bir şagird arasında fərq qoymamalıdır. Qoysa, artıq bu davranışlar şagirdlər tərəfindən sərgilənir. Burada tərif var, təşviq var. Tərif odur ki, şagirdi rəqabəti stimullaşdır. Biz birini tərifləyib digəri qalanda rəqabət yaranır uşaqlar arasında. Ona görə şagirdlərin gördüyü işi tərifləmək lazımdır. Məsələn, bunu belə deyirik də, biz gördüyü işi. Məsələn, biri 5 dənə tapşırığı, biri 4 dənə və yaxud da 3 dənə. Əlbəttə ki, birinin 5 dənə yazdığı tapşırığa görə biz qiymət veririk, birinə 3 dənə rəy veririk də, tərifləyirik. Tərifləyirik, yəni təşviq edirik. Laf elə tərifləmək deyək. Və avtomatik artıq o bir uşaq bilir axı ki, bu 5 dənə yazmayıb da, ona verdiyi rəyi buna necə versin? Amma uşağın özünü tərifləyəndə ağıllısan, zəkalısan, onda deyir, mən ağıllı, mən zəkalı deyiləm. Amma tapşırığı deyəndə uşaq bilir ki, onsuz 5 dənə yox, 3 dənə eləyib o tapşırığı. Tərif var, təşviq var. Tərif dedikçi, burada şagirdə hansı ki, burada uşağın gördüyü işə yox, onun özündən verdiyimiz tərifdir. Rəqabəti artırır, egoist uşaqlar daha çox olur sinifdə onda. Təşviq etmək isə, yəni uşağın ən atdığı kiçik addımı belə qəbul etməliyik. Onun bu cəhdini, necə deyək, təqdirə layiq bir hərəkət kimi qəbul etməliyik. Əməkdaşlığa şagirdləri stimullaşdırırıq. Yəni ki, bir yerdə işləməsidir. Stimula cavab nəzəriyyəsi var sonunda. Bu da ümumi olaraq digər nəzəriyyələrdən
əlaqələnərək yaranıb və burada 4 dənə əsas qanun var. Təsir qanunu, hazırlıq qanunu, məşq qanunu və çoxsaylı reaksiyalar qanunu. Təsir qanununda bizə deyir ki, müsbət nəticələrdən sonra gələn cavabların təkrarlanma ehtimalı daha yüksəkdir. Mənfi nəticələrin ardıca gələn təkrarlanma ehtimalı isə azdır. Bu o deməkdir ki, mən göstərilən davranışa görə hər hansısa bir müsbət bir reaksiya versən, nə yaxşı bunu eləmisən, o davranışın sayı artacaq. Desən, niyə belə eləmisən, artıq azalacaq. Hazırlıq qanunu odur ki, uşaq burada öyrənməyə hər an hazırdır və öyrənməyə ən əsasda həvəslidir. Məşq qanunu isə uşaq öyrəndiyini təkrar edir, məşq edir və daha çox öyrənmə baş verir. Çoxsaylı reaksiyalar qanunu isə təsir qanunu kimidir. Yəni verilmiş stimula çoxsaylı reaksiyalar olur ki, bu da öyrənmə müvafiq reaksiya ilə stimul arasında əlaqənin gücləndirilməsindən baş verir ki, uşağı biz göstərdiyi yenə də davranışa görə onu stimul eləsək, motivasiya eləsək, o davranışın sayı artacaq, yox. Eləməsək bu davranışın sayı azalacaq. Belə müəllimlər, ən əsas diqqət yetirəcəyimiz burada, düzdür, bu əməkdaşlıq proaktiv həlləri də var. Ən əsası Albert Bandura ilə sosial öyrənmə nəzəriyyəsidir və ən əsası da bu cədvəlin içindəki mahiyyətini anlamağa çalışmalısınız. Bu qədər müəllimlər.